Tələbələrin çoxuna maraqlıdır. Can ilə could'un fərqi nədir? Əla sualdır, həm də maraqlı sualdır və qeyd edim ki, çox da asandır aralarındakı fərqi bilmək. Can və could hər ikisi bilmək, bacarmaq deməkdir. Sadəcə zaman fərqi var. Can indiki zamanda bilməyi bacarmaqdır. Could isə keçmiş zamanda, yəni bilirdim, bacarırdım, bilərdim. Bax bu mənadadır. Məsələn, I can speak English. Gəl cümləni yazaq. Nə deməkdir cümlə? Mən ingilis dilində danışa bilirəm. Düzdür? Düz. I could speak English when I was, for example, young. Mən gənc ikən ingilis dilində danışa bilirdim. Yəni biri hal-hazırdakı vaxtda, indiki zamanda bilməyi bacarmaq, digəri isə keçmiş zamanda bilirdim, bacarırdım.